Mart ayı gələndə Azərbaycanda hamı yazın nəfəsini gözləyir. Təbiətin oyanışı, torpağın isinməsi və Novruz ab-havası ilə birlikdə qaranquşların görünməsi ənənəvi bir gözləntidir. Qaranquş əsrlərdir ki, yazın, yenilənmənin və ümidin rəmzi sayılır. Buna görə də insanlar onları görməyəndə tez-tez eyni sual yaranır. Görəsən qaranquşlar yoxa çıxıb? Mövzu ilə əlaqədar ekoloq Qorxmaz İbrahimli açıqlamasında bildirib ki, qaranquşların görünmə vaxtı və miqrasiyası hava şəraitindən asılı olaraq dəyişə bilər. Əlbəttə, iqlim dəyişiklikləri özünü göstərməkdədir. Bunu qəbul edir, bütün dünya qəbul edir. Fəqət qaranquşların coğrafiyamızdan itməsi, ölkəmiz ərazisində görünməməsi deyə bir şey yoxdur. Bahara doğru havalar isinir, Novruza doğru isinməkdədir. İsindikcə də yavaş-yavaş köçəri quşlar öz yerlərinə, necə deyərlər, əvvəlki məkanlarına dönəcəklər. Hesab edirəm ki, yaxın vaxtlarda biz buna şahid olacağıq. Yazın və Novruz bayramının simvolu sayılan qaranquşlar əslində təbiətin qanunları ilə hərəkət edir. Ona görə də onları biraz gec görmək, yoxa çıxmaq deyil, sadəcə yazın hələ tam bərqərar olmamasının işarəsidir. Leyla Səməndər, Yeni Azərbaycan TV.